dinləyicilər, dəyərli müəllimlər, əziz şagirdlər və Gələcəyin İşığı FM-in sadiq izləyiciləri. Bugünkü yayınımızda sizə xüsusi bir verilişlə salamlayıram. Mən məktəbimizin 9A sinif şagirdi, radio aparıcınız Aytən Məmmədova hər birinizə ehtiramla qarşılayıram. Bugün biz Azərbaycan əbədi mədəni fikrinin bünövrəsini möhkəmləndirmiş, dünya poeziyasının formalaşmasına fundamental təsir göstərmiş bir dahi ilə söz ustadı Nizami Gəncəviyə həsr olunmuş geniş və məzmunlu verilişdə bir araya gəlmişik. Bu yayım təkcə bir şairin yaradıcılığını təqdim etmək deyil, həm də onun əsərlərində gizlənən mənəvi, fəlsəfi və humanist dəyərlərin müasir dövrün düşüncə məkanında necə idarə edici qüvvəyə çevrildiyini elmi əsaslarla təhlil etmək məqsədi daşıyır. Bu veriliş boyunca Nizami Gəncəvinin irsini çoxşaxəli aspektlərdə araşdıracaq, onun poetik fikir sisteminin elmi fəlsəfi mahiyyətinə nəzər salacaq, bədii estetik yeniliklərini açacaq, həmçinin 21-ci əsrdə bu irsin yaşarlığını və aktuallığını faktlar, nümunələr və analitik məlumatlarla geniş şəkildə şərh edəcəyik. Məqsədimiz yalnız məlumat vermək deyil, həm də dinləyicilərdə düşüncə təkanları yaratmaq, onları sözün əsl mənasında mənəvi inkişaf və intellektual zənginləşməyə istiqamətləndirməkdir. Nizami Gəncəvi 12-ci əsr Azərbaycan ictimai-siyasi mühitində intellektual yüksəlişin simvolu kimi formalaşmış, Şərq Renesansının ən parlaq nümayəndələrindən biri olaraq dünya mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Onun doğulduğu Gəncə şəhəri həmin dövrdə Qafqazın ən mühüm elm və sənət mərkəzlərindən biri kimi inkişaf edir. Burada fəlsəfə, riyaziyyat, astronomiya, tibb və filologiya sahələri üzrə intellektual mühit xüsusi dinamizm qazanırdı. Alimlərin qeyd etdiyi kimi, Nizaminin ensiklopedik dünya görüşünün yaranmasında məhz bu mədəni mühitin mühüm təsiri olmuşdur. Nizami Gəncəvi dünya ədəbiyyatına xəmsə kimi əvəzolunmaz bir irs bəxş etmişdir. Bu 5 möhtəşəm poema, Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, 7 Gözəl və İskəndərnamə təkcə Azərbaycan mədəniyyətinin deyil, həm də ümumbəşəri poetik sistemin zirvələrindən biridir. Bu əsərlərin hər biri öz strukturuna, ideya məzmununa və poetik dilinə görə mükəmməl bir modeldir. İcazənizlə indi hər birinə elmi təhlili yanaşma ilə nəzər salarıq. Sirlər Xəzinəsi Nizaminin etik, fəlsəfi və sosial mahiyyətli fikirlərinin ən dolğun cəmləndiyi əsərdir. Burada insanın daxili kamilliyi, mənəvi tərbiyəsi, şəxsiyyətin formalaşması, cəmiyyətin harmonik inkişafı kimi ideyalar poetik dildə metaforik təmsillərlə təqdim edilir. Bu poema şairin humanizm fəlsəfəsinin təməl daşı sayılır. Xosrov və Şirin Şərq bədii təfəkküründə sevgi konseptinin yüksək romantik estetik modelini yaradan əsərdir. Burada Nizami sevgini yalnız emosional duyğu kimi yox, həm də mənəvi ucalıq və əxlaqi möhkəmliklə bağlayır. Fəlsəfi təhlillərə əsasən əsərin əsas ideyası insanın öz arzularına çatmaq uğrunda göstərdiyi iradə və mübarizənin psixoloji dərinlikləri ilə bağlıdır. Leyli və Məcnun dünya ədəbiyyatında psixoloji lirizmin ən mükəmməl nümunələrindən biri. Burada sevgi elə bir mərhələyə yüksəldilir ki, artıq yalnız iki insanın deyil, bütün bəşəriyyətin mənəvi dəyərinə çevrilir. Qeyd edilir ki, bu əsər romantizm estetikasına hələ Avropa ədəbiyyatında yaranmazdan əvvəl fundamental təsir göstərmişdir. 7 Gözəl rənglərin psixologiyası, kosmogonik təsəvvürlər, mədəniyyətlər arası dialoq və dövlət idarə etmə prinsiplərinin yüksək bədii formada təqdim olunduğu əsərdir. Burada insan xarakterinin kompleksliyi, müxtəlif hekayələrlə açıqlanır və psixoloji portretlər yüksək dəqiqliklə təsvir edilir. İskəndərnamə
Nizaminin elmi dünya görüşünün, tarix, astronomiya, coğrafiya və siyasət biliklərinin mükəmməl şəkildə sintez olunduğu əsərdir. Burada İskəndər obrazı Fatih deyil, müdrik hakim kimi bir təqdim edilir. Əsərin əsas ideyası ədalətli dövlət idarəçiliyi və sosial nizamın qorunmasıdır. Dəyərli dinləyicilər, verilişimizin bu hissəsində Nizami Gəncəvini təkcə şair və mütəfəkkir kimi deyil, həm də mənəvi tərbiyə məktəbi yaradan bir düşüncə rəhbəri kimi təqdim etmək istəyirəm. Onun əsərlərində irəli sürdüyü ideyalar müasir insanın psixoloji inkişafı üçün çox vacibdir. Sevgi, mərhəmət, ədalət, sədaqət, əxlaqi bütövlük bunlar Nizaminin yaratdığı mənəvi sistemin əsas sütunlarıdır. Hörmətli dinləyicilər, bu geniş veriliş boyunca Nizami Gəncəvinin həyatına, yaradıcılığına, onun elmi, fəlsəfi və bədii fəaliyyətinə dərindən nəzər saldıq. İndi isə verilişimizi yekunlaşdırmadan əvvəl bir daha vurğulamaq istəyirəm ki, böyük mütəfəkkir yaratdığı irs yalnız ədəbiyyat üçün deyil, bütövlükdə insanlıq üçün mənəvi kompas rolunu oynayır. Dünya dəyişir, cəmiyyətlər yenilənir, texnologiyalar sürətlə inkişaf edir. Lakin Nizaminin yaratdığı mənəvi prinsiplər daima öz aktuallığını qoruyur. Çünki bu prinsiplər insan ruhunun dərinliklərindən doğur. Biz bugün onun əsərlərinə müraciət etdikdə həm özümüzü, həm də dünyanı daha dərindən anlamağa başlayırıq. Bu veriliş həm keçmişə hörmət, həm də gələcəyə ümidin təntənəsidir. Biz böyük Nizaminin səsindən çıxan sözləri öz içimizdə yaşatdıqca onun yaratdığı işıq nəsillərin yolunu aydınlatmağa davam edəcəyik. Beləliklə, hörmətli dinləyicilər, Gələcəyin İşığı FM-in bugünkü xüsusi buraxılışının sonuna yaxınlaşdıq. Mən 9A sinif şagirdi Aytən Məmmədova hər birinizə bizə qulaq ayırdığınız üçün səmimi təşəkkür edirəm. Ümidvaram ki, bu geniş və dolğun veriliş sizdə yeni düşüncələr, yeni baxışlar və yüksək ruh halı yaradır. Arzu edirəm ki, Nizami Gəncəvinin bəşəri ideyaları sizin hər birinizin həyat yoluna işıq saçsın, düşüncənizə dərinlik, qəlbinizə isə mərhəmət və müdriklik bəxş etsin. Sağ olun, növbəti buraxılışlarda yenidən görüşənədək.